Salam əziz kimya severlər. Bu gün kimya laboratoriyası avadanlıqları ilə tanış olacağıq. İlk olaraq ştativi görürük. Laboratoriyalarda müxtəlif kimyəvi avadanlıqları sabit saxlamaq üçün istifadə olunan metal dayaqdan ibarət qurğudur. Yəni, müxtəlif avadanlıqları saxlamaq üçün istifadə olunur. Spid lampası. Kimya laboratoriyalarında kiçik həcmli maddələri qızdırmaq üçün istifadə olunan sadə istilik mənbəyidir. Əsasən alkoqollarla, yəni spidlərlə işləyir. Yandırırıq. İstifadəmizi bitəndən sonra isə qapağının üstünə qoyaraq söndürməliyik. Kimyəvi stəkan. Mayələri saxlamaq, qarışdırmaq və qızdırmaq üçün istifadə olunur. Həcm ölçmək üçün istifadə edilə bilər. Yəni üstündə şkalalar var. İki məhlulu bir-birinə qatdıq. Qıf. Mayələri və ya toz halında olan maddələri dar ağızlı kolbalara və ya digər qablaşdırmalara tökmək üçün istifadə edilir. Filtrasiya, yəni süzmək üçün filtr kağızı ilə birlikdə işlədilir. Menzurka. Mayələrin həcmini dəqiq ölçmək üçün istifadə olunur. Büret və pipet qədər dəqiq deyil. Bu şəkildə ölçə bilinir və aşağısı sabitdir, yəni özü dik dura bilir. Çini kasəyə baxırıq. Yüksək temperaturda qızdırılan və ya buxarlandırılan maddələr üçün istifadə olunur. Kimyəvi reaksiyaların aparılması üçün və qalıqların yandırılması üçün uyğundur. Qoruyucu gözlük. Kimyəvi maddələrdən, sıçrayan mayələrdən və digər təhlükəli hissəciklərdən gözləri qorumaq üçün istifadə edilir. Laboratoriya təhlükəsizliyini təmin edən əsas avadanlıqlardan biridir. Belə bir təcrübə aparıblar. Üzünə maye tökülür və bu eynək insanı necə qoruyur, ona baxaq. Gördüyümüz kimi üzünə dəyən maye gözlərinə dəymədi. Yastı dip kolba. Mayələri qarışdırmaq, qızdırmaq və ya saxlamaq üçün istifadə olunur. Sabit dibə malik olduğu üçün masa üzərində dayanıqlıdır. Burada gördüyümüz kolbalardır. Yumru dip kolbalıya baxsaq, distillə, ekstraksiya və kimyəvi reaksiyalar üçün istifadə olunur. Yüksək temperatur və təzyiqə daha yaxşı tab gətirir. Yəni, qaynatmaq üçün istifadə edirik. Erlenmeyer kolbası. Konus formalı olub, qarışdırma zamanı sıçramaların qarşısını alır, reaksiya prosesləri üçün geniş istifadə olunur. Ölçmək üçün istifadə edə bilərik. Qızdırmaq üçün istifadə edə bilərik. Qaynatmaya da davamlıdır, qaynada bilirik mayələri. Ayrıcı qıfa baxaq. Maye və ya maye bərk bazalarının ayrılması üçün istifadə olunur. Sıxlıq fərqlərinə əsasən mayələrin təbəqələnməsini təmin edir. Qıfa ilk olaraq yağ əlavə edirik, maye yağ. Sonra isə su əlavə edirik. Burada qarışıq yaranır, suda həll olmayan iki mayenin qarışığı. Gələcəkdə keçəcək, həll olmayan mayələri ayırmaq üçün durultma üsulundan istifadə olunur. Yəni, iki mayeni bir-birinə qatırıq, durulmalarını gözləyirik, sonra isə ayırırıq. Burada qarışdıracaq qarışığımızı. Qarışdırsaq belə iki mayenin bir-birinə qarışmadığını görürük. Həll olmayan iki mayeni ayırmaq üçün istifadə olunan üsul durultma üsuludur. Vasitə isə gördüyümüz kimi ayrıcı qıfdır. Durulmağını gözlədik. Krantı açıb suyun bitməsini gözləyirik. Su bitən kimi, yağa çatan kimi krantı bağlayırıq. Bu şəkildə su ilə yağı bir-birindən ayırdıq.
Sınaq şüşəsi üçün ştativ, sınaq şüşələrini sabit saxlamaq, onların təhlükəsiz təşkilini təmin etmək üçün istifadə edilir. Şüşə çubuq qarışıqların qarışdırılması üçün istifadə edilir. Kimyəvi maddələri bir-birindən yaxşı qarışmasını təmin edir. Yəni məhlulu qarışdırmaq üçün istifadə edirik. Qısqac və ya xamut. Kolbalar, borular və digər avadanlıqların sabit saxlanılması üçün istifadə olunur. Qısqacları istədiyimiz ölçüyə gətirib bağlayırıq. Bu qısqaclara isə sınaq şüşələrini bərkidəcəyik. Yuma qabları. Distilla olunmuş su və ya digər mayələri laboratoriya avadanlıqlarının yuyulması və durulaması üçün istifadə edilir. Gördüyümüz kimi sadə bir yuma formasıdır. Çini şpatel. Toz və kristal halında olan kimyəvi maddələri götürmək üçün istifadə olunur. Toz halında olan maddə götürülür və təcrübə aparacağımız qaba əlavə olunur. Tutqac. İsti kolbaları, sınaq şüşələrini və digər avadanlıqları tutmaq üçün istifadə edilir. Xüsusilə yüksək temperaturda işləyərkən əhəmiyyətlidir. Məsələn, burada bir kasamız var. Onun üzərindəki qapağı da bununla götürə bilirik. Soyuducu. Distillə və digər proseslər zamanı buxarı yenidən mayeyə çevirmək üçün istifadə edilir. Yəni, maddənin temperaturunu aşağı salmaq və yaxud da ki, soyutmaq üçün istifadə edilir. Ortadakı borudan keçən maye ətrafında göstərilən şlaklar vasitəsilə birləşdirilmiş su vasitəsilə soyudulur. Pipet kiçik həcmdə mayələri dəqiq ölçmək və köçürmək üçün istifadə olunur. Avtomatik və əl pipetləri mövcuddur. Mayələri dəqiq ölçülərlə götürürük. Büretlər. Titrlənmə proseslərində dəqiq həcm ölçmək və buraxmaq üçün istifadə edilir. Dəqiq ölçmə tələb edən kimyəvi analizlərdə geniş istifadə olunur. Burada ayrı cıqda gördüyümüz kranta oxşayır. O krant açılanda lazım olan maye gəlir, sonra isə lazım olan ölçü gedəndən sonra bağlayır və bu çox böyük dəqiqliklə ölçülür. Burada gördüyümüz hər bir ədəd millimetri göstərir. 50 millimetrə qədər o uzunluqda daha dəqiqlə ölçə bilirik. Sağ olun, gələn dərslərdə görüşmək diləyilə.